formaya salın. Baxın. Belə uzunsov. Baxın. Armudu formaya salıram. 100 qram götürərsiniz bədəni. Siz qramla işləyin ki, sizdə çaşqınlıq yaranmasın. Bədən 100 qram. Bax, belə elədikdə, indi çək. Baxın, elə eləyək ki, alt hissə belə durmasın. Alt hissəndə əlimizlə içəriyə doğru. Belə yumurta fasonda qızlar. Bax, belə eləyək. Bax, bu şəkildə. İndi başı düzəldirəm. Biraz baş bədənə nisbətən böyük kimi görünməlidir. Baxın, biraz da götürüm. Başı da bu şəkildə. Heç bir çat izi qalmasın tam yumruğa. Çox vaxt çat izi qoyur qızlar. Bax, yumru baş elədikdə, indi bu yumru başı biraz belə yastılayırıq. Baxın, belə. Biz ümumiyyətlə mişqa hazırlayanda sıraz başı götürüb qoymuruq. Evdə eləyəndə biraz verin mənə. Kimin maskasıdır, qaytaracaq. Qara rəhtapını verin mənə. Verin mənə. Ayaq düzəldirəm. Eyni boyda. Baxın, gördünüz qızlar. Burada ayağı necə düzəldirəm? Biraz da azca uzadıram. Bax, ayağı necə eləyirəm? Bu da eləmi? Bax, əlimlə belə tuturam. Belə əydim də, əydim. Buradan da, bax, bu əydiyim yerdən, bu hissədən də daban çıxardıram. Acı basıram buradan. Buradan da belə daban çıxartdım. Gördünüz, belə. İndi bax, bu hissə var. Bu hissəni əlimlə belə eləyəcəm. Bax, gördünüz, ayaq oldu. Biraz da istəsəniz belə düzəldə bilərsiniz. Alt hissəni belə. Baxın. Buranı çox vaxt belə nazildirlər, naz etməyin. Toppuş qoyun. Bax, bunu da belə fırlayırıq. Bax, gördünüzmü? Bax. Gördünüz? Yerləşdiririk bura. Bax, yerləşdiririk. Bura. Bunu da eyni qaynayla bir də göstərirəm. Qaldırdım. Çəkdim altından. Belə, belə. Bunu da belə eləyirəm. Buradan biraz boğuruq. Baxın belə. Müxtəlif mişqalar var. Sonra dibləri çox yaxşı bu alətlə belə basırıq. Bax, belə işləyirik. Dibi bura birləşdirmək adına. Baxın, bunu çıxardım qızlar. Su deyil, qabaq. Nə tez hazırladım. 3 dəqiqədir. Yenə gözə yarı eləyin, sonra yadından çıxıb deyək onlar qramla eləməklə. Çox az götürürük. Alət qabını mənə ver. Baxın. Yenə eyni boyda. Bax, yenə eyni boyda. Biz əvvəl o dişi davranmayı danışmayaq ki, dərsimiz təmiz düşsün. Baxın, ölçürük yenə. Gördünüz ki, böyükdür. Biraz azaldın. Yaxşı. Həmişə şeyə çox diqqət eləyin. Necə deyim? Minimalizmə çox diqqət eləyək. Baxın, bu belə. Buradan mütləq belə işləyirik, yapışdırırıq. Görürsünüzmü? Yapışdırırıq ki, dursun orada.
Səlqə ilə elə yapışdıraq ki, heç bilinməsin. Bu bunun qolları. Çalışın hamısı eyni boyda olsun. Qollar. Verin. İndi biz bura baxın. İndi əsas yer buradır. Baxın baş necədir. Görürsünüz baş bu formadadır. Yup yumru deyil. Üstünə azca basmışıq kotlet kimi. Bunu götürürük. Biraz buradan tam yup yumru eləyirik. Tam yup yumru. Sonra bundan üstündən basırıq qızlar. Bundan üstündən basırıq. Bax bu toppuşluq qalsın. Onu bura vuran kimi kirə bax. İşləyəndə alətləriniz təmiz olsun. Baxın. Bu toppuşluq. Toppuşluq qalsın. Yastı eləməyin. Kir deyə alət kir verir. Burada görün belə xırxı kəsən varmı? Xırxı kimi belə fırlanır. Sonra gözlər çox yaxın məsafə ilə gözlər. Burada belə bir şey var. Bundan. Baxın belə. Buradan belə biz düz bir şey qoyuruq. Dayan görün. Bu yaxşı bıçaq verin, bıçaq. Belə təkər kimi o fırrağan var, ondan eləyirdim. İndi yoxdur. Neysə. İndi gözləri qoyuruq. Gözləri çox vaxt siz üzdən qoyursunuz qızlar. İndi eləyəndə də özünüz görəcəksiniz. Üzdən qoymuruq gözləri. Öncün atmışdım. Mavi renkdə. Baxın. Gözlər içəri girməlidir. İçəridə olmalıdır. Çox balaca gözlər olmalıdır. Dayanın. Çox çıqqıl gözlər olmalıdır. Belə, hətta bundan da balaca dururuq. Burnu belə balaca ürək formasına salırıq. O elə yumuşaqdır ki, bu əlimə yapışır. İncə eləyək biraz. Bunu çox böyük eləmirik, balaca edirik. Mən bir dənə əlimi belə biraz üçkünc kimi edirik. Baxın, gördünüz. İç, həmən bax, belə də. Amma toppuşluğunu edirik. Bir dənə də çöp verin qızlar.